Herkese salam. Gəlin bu gün saturasiya haqqında məlumat alaq. Görək saturasiya nədir, onun faiz miqdarı nə qədər olmalıdır. Saturasiya qanda oksigen miqdarını göstərən əsas göstəricidir. Saturasiyanın miqdarı 96-99%, 100% arasında olmalıdır. Yəni saturasiya qanda nə qədər yüksəkdirsə, qan oksigenlə bir o qədər yaxşı təchiz olunmuş sayılır. Qanda saturasiyanın miqdarı aşağı düşdükdə isə, yəni oksigen miqdarı aşağı düşdükdə artıq toxumalarda oksigen azlığı yaranır və qida maddələrinin düzgün parçalanması prosesi pozulur. Buna görə də artıq orqanizmdə oksigen azlığı yarandıqda bir sıra problemlər yaranır. Nəfəs almada çətinlik yaranır, təngi nəfəslik olur. Normalda artıq məsələn ağciyərlər 16-17 dəfə hərəkət edirsə oksigenlə təmin olunmaq üçün, saturasiya aşağı düşdükdə 20-30 dəfə hərəkəti təkrarlayırlar ki, düzgün oksigen əldə edə bilsinlər. Həmçinin artıq məsələn biz bilirik ki, oksigen qanda istilik tənzimini də həyata keçirir. Qanda artıq oksigen miqdarı aşağı düşdükdə istilik tənzimi də pozulur, dodaqlarda göyərmə olur. Artıq 90%-dən aşağı düşdükdə, 80%-lərə düşdükdə hətta ölüm riski ilə də qarşılaşırıq. Ona görə çalışaq ki, bu dönəmlərdə, xəstəliklərin yayıldığı dönəmlərdə saturasiyamıza diqqət edək. Saturasiya saturometr adlanan cihazla ölçülür. Baş barmaq və ya digər barmaqlardan birinə həmin cihaz yerləşdirilir və 30 saniyə gözlənilir.